İnsanların bir-birlərini yanlış anlamasının digər mühüm və çox önəmli səbəblərindən biri budur ki, bizim müxtəlif şəxslərdən müxtəlif gözləntilərimiz olur və eyni zamanda insanların zehnində hər hansı bir qrup, millət, xalq və insan sinifi barəsində formalaşmış bilgilər mövcuddur. Yəni biz uşaqlıqdan aldığımız təlimlər sayəsində, bizə öyrədilənlərin əsasında, baxdığımız filmlər, dinlədiyimiz musiqilər əsasında hər hansı bir xalqın, millətin və ya müəyyən bir sinifin haqqında bizdə bir sıra təsəvvürlər, bir sıra bilgilər formalaşır. Və bizdə formalaşmış bu təsəvvürlər, bu bilgilər, bu düşüncələr həmən sinifə mənsub olan bir şəxslə qarşılaşan zaman avtomatik zehnimizdə canlanır. İnsan real davranışa baxmadan öncədən formalaşdırdığı inanclar əsasında bir şəxsin barəsində hökm verdiyi üçün çox zaman insanlar bir-birini qavramaqda, bir-birini anlamaqda səhvlərə yol verə bilirlər, yanlışlara yol verə bilirlər.